Tuzu belə tökürəm. Bununla da belə duzluyursunuz. İçini, ha belə. Şimdi keşik tuzluyorsunuz. Başınız kurban. Tuzladınız. Sonra bunu doldurursunuz bunun içine bacı. İndi mən bu sarımsaqsızdır. Qızım sarımsaqsız yeyir deyənə ona sarımsaqsız eləmək məcburiyyətində qaldım bacı. Sarımsaqsızdır. Suyun azaldığıyla bacı doldurursam mı içine? Aa bacı belə bir şey. İndi göstərəcəm də mən sizə. Bu sarımsaqsızdır prosto. Prosto sarımsaqsız. Yəqin qızıma bir dənə bəsləmə, yoxsa 2-dən eləyim. Qoy 2-dən eləyim ona bacı. Pisdir o. Niyə pisdir ki? Bişmir ay qız. Salatdır, salat. İndi sizə tuna balığı ilə də salat eləyəcəm. Tuz vurdum. Yo, olmadı. Yaxşı oldu. Bu qızımındır. Bu sarımsaqsızdır. Bir dənə belə. Qızım sarımsaqlı. Hə, ona duz vurmadım. Yadımdan çıxdı bacım. Ayda, bu sarımsaq var da. Az pişməyəcək. İçində xiyar var, hara pişir? Oyda, sarımsağa neyisi gəlir, bacı adam istəyir yesin. İçində xiyar, pomidor, xırda-xırda doğrayırsınız. Soğan, xırda-xırda doğrayırsınız. Keşniş, şüd, reyhan, bir də nanə. Oyda, necə dadlıdır, ay qız. Sarımsağın bol elə, sarımsağın bol. Mən də sarımsaq xoşlayıram. Oğlum da sarımsaq xoşlayır. Ev satdıqda da elə satılmayıb. Aha. Qoy bunu yuyum, bacı. Bacı bunu yudum. Ay Allah, sarımsağın iyisinə bax. Sənə qurban olaram. Ay Allah, sənə qurban olaram. Necə gözəl nimətlər yaratmısan, Ne pişirirsən? Az salat edirəm, deyənin görüm. Yo, yağla limon vurmursan. Pendir vur. Şor vuracam, uşaqlarınkine yox, özümünkine şor yığacam bacı içine. Özümünkinin içine şor yığacam. Mən bir şor sevirəm axı. Peki şor yığdım özümünkincə. Bir dənə özümə düzəldim, görüm necədir bacı. Bu özümünkine şor vur ha. Görüm necə olacaq. Aha. Sarımsaqlı. Deyəm görək ay qız. Sarımsaqlı. Səhəri işi gələcək, yox gəlməyəcək. Sənlə girək şeyə, mərcə, sabah gəl gün elə. Gör, iyisi gəlir, gəlmir. Deyəm. Düzün deyəcəm bacı, qəşək olmasa deyəcəm qəşək deyil. Öyle bacı, çok tatlı diyeyim. Çok ahmin. Ay kız şorla tatlıymış.
Həqiqətən də dadlıymış bacı. İçine ne vurdu? Yemeliyim. İçine xiyar, pomidor, çeşniş, çeşniş, süt, reyhan, nane, sarımsaq, soğan. Acı şorla datlıymış. Arkası necə gözəldir. Şorunu tutarım. Acı şorla eləyim. Ay qız necə daxtıdır. Çox daxtlıymış bacı. Çox daxtlıymış. Qurun haqqı necə daxtlıymış. Necə ləzzətliymiş. Deməli, şorla daxtlıymış bacı. Bu nə deməkdir? Düzəldə yeyirsən də. İndi tuna balığını düzəldəcəm. O da başqa salatdır. Gözləyin, onu da düzəldəcəm. O salat vapışı superdir qızlar. Tuna balığın salatı var, Quran haqqı, onu düzəldin. Gedib mənə təşəkkür edəcəksiniz. O salata söz ola bilməz də, yəni o tamam başqa cür salatdır. İndi düzəldəcəm onu. İndi düzəldəcəm. O tuna balığın salatı vapşı qəşəngdir. Yanım. Bacı sizə qurban olsun, gözlüyüm dəqiqə. Mən bunu düzəldeyim. Çok tatlı da yani. Hayfdı qalanı da tullamayayım bacı. Ayda. Necə tatlı da qız. Sarımsağın iyisi gəldi. Deməli qızlar, indi tuna balığın salatını eləyəcəm. Yana. İndi tuna balığın salatını eləyəcəm. Deməli, tuna balığın salatı üçün nə lazımdır? Tuna balığın salatı üçün nə lazımdır? Jalapeno pendiri, bax bunlardan qızlar. Biberi, jalapeno biberi. Bax, yadınızda saxlayın da, bir də deməyəcəm. Bax, atırsınız içinə, qaba tökürsünüz. Biraz, çox yox. Mən 3 nəfəri eləyirəm də. Çünki mamam qardaşım gildədir, evdə qalmış. Gedib qardaşım. Gördünüz? Bax, bu boyda qızlar. 3 nəfəri eləyirəm. Gördünüz? Jalapeno pendiri. Aşkım, linkini atmam mı sana? Linkini at. Aha.
aşkım. Konservləşdirilmiş qarğıdalı. Gördünüz? Bu şorları götüreyim motordan bak. Öyle. Gördünüz? Ondan sonra sizi sevinçdə toyda gördüm. Ha, olar aşkım. Sonra bacı. Uy, əlimdən düşdü ay qız. Oyda, buna baxın, buna baxın. Baxın, tuna balığı. Gördünüz, yağın. Yerə tökülmədi, qaba töküldü. Elə bilərsiniz, yerə töküldü. Tuna balığı qızlar. Mən 3 nəfərlik düzəldirəm. 3 nəfərə 2 dənə polunu bəsdir. Duz vurdunuz. Siyot. Oydu, bir dənə doğulur qızlar. Allah, bunun dadından doymaq olmur da. Çox qəşəngdir də yəni. Və əsas deməli jalapeno biber, ondan sonra konservləşdirilmiş qarğıdalı, yəni bir dəqiqə qızlar, konservləşdirilmiş qarğıdalı qızlar, yadınızda qaldı da, hə? Çox arıqsız sizdən Nərmin də can. Xiyar turşusu. Xiyar turşusu bir dənə qaçsaz polunu bəsdir. Çünki içində jalapeno şeyi var, biberi var qızlar. Ona görə. Aha. İndi göstərəcəm nə qatmışam. Çox sağ ol ürəyim, təşəkkür edirəm. Jalapeno biber qızlar. Baxın. Turşu xiyar, turşu jalapeno biber turşusu, jalapeno biber turşusu, turşu xiyar, sonra qarğıdalı, ondan sonra tuna balığı və dən görüm altdan nə qoydum? Hə, vəsə, tuna balığı. Konservləşdirilmiş qarğıdalıdır. Deyalım bir dəqiqə qızlar. İndi yersiniz bacı, hə. İndi yiyəcəm da bacı. İndi yersiniz bacı. Bu da qızlar şeydir, icebergdir. Bunun üstünü həmişə tulluyun. Bir dənə əl dəyir üstünə. Tulluyun onun üstün. Burasını tulluyursunuz. Üstün bu tərəfində tulluyun bacı. İki tərəfdə tulluyun geçsin. Çünki baxma da bacı. Bunu da aşkım doğramırsan. Bunu da doğramırsan. Bunu əlinlə. Ha? Doğramırsan, əzirsən əlinlə. Bunu isə tökürsən. Doğramağa ehtiyac yoxdur. Iceberg acı olmur. Niyə? Az yox. Niyə çox tatlı? Yo, yumadım. Yuyamda əzilir. Yumadım, yo. Hə, acı deyil, yox, kahı deyil, acı deyil. Icebergdir bu, iceberg acı olmasa inanmıram acı olur. Acıdır ki. Yox, acı deyil. Acı deyil. Aha. Acı qurban. So. Sonra bacı duzluyursan. Ve mayonez. Aha, buradan bacı. Mayonez. Ondan sonra da karıştırırsın. İndi karıştıraq buna qəşəng. Mayonezini də vurandan sonra bacı bir dənə qəşəng olur bacı, Allah haqqı.
Mayonezini vurduk, qarışdırdıq. Qarışsın mı? Şimdi yiyib deyəcəm, elə qəşəng olur qızlar. Bu tuna balıqlı salat. Dəhşət bir şeydir bu. Xəstəni sağaldar da, xəstəni. Mayonez deyəsən az oldu qızlar, deyin görüm. Qarışdıraq qəşəng. Sonra çox olar. Çox olanda adamın ürəyin vurur. Çünki balığında yağı var. Ona görə bəzi. Balığında yağı olduğu üçün. Deyin görək. Şimdi isə degustatorumuz baxsın, görsün necədir. Degustatorumuz. Aydımın tadı vapşı dəhşətdir də. Və gedin alın indəyə. Çox qəşəng olur bu bacı, çox qəşəng olur. Yeməkdən zövq alıram da. Vallahi. Ay da necə gözəldir ay bacı. Və gedin mən bu salatı eləyim. Allahımıza and olsun. Pis çıxsa gəlin yazın ki pis çıxıb. Amma mən dediyim kimi eləyin də yaxşı. Gedin eləyin. Pis çıxsa gəlin yazın ki Salih xanım nə gündə salat idi o. Salat insana ay Allah necə gözəldir. Qoşanı. Çox qəşəngdir də yəni, çox qəşəngdir. Qutar deyim, neyim baca? Dəhşət bir şeydir. Gedin eləyin də. Ay kız bu nerede? Uşaqlara qalma. Onlar da yedir ya. Ay kız çox tatlıdır da. Uşaqlara bir şey var. Deyəm da imkan ver özüm yiyeyim sonra uşaqlar yer. Resepti dedim də bayaqdan deyirəm gedin eləyin yiyin. Çox tatlıdır qızlar. Təzələn deyirəm yazın. Yazırsınızsa deyirəm. Turşu xiyar. Turşu xiyar. Bir dənə, 3 nəfər üçün deyirəm. Bir dənə iri turşu xiyar. Bir ovuc, bir əlvizin içi boyda jalapeno bibəri. Doğranmış biber, jalapeno bibəri. Yox, suxari vurmurlar. Bir dənə bu boyda tuna balığı. Gördünüz? Bir dənə də qarğıdalı. Gördünüz? Bir dənə də iceberg, duz, istiot, mayonez. Yazdınız? Turşu xiyar bir dənə, bir ovuc.
jalapeno biberi, bir dənə tuna balığı, bir dənə iceberg, bir dənə bu qarğıdalı qızlar. Duz, istiot, mayonez. Tuz, istiot, mayonez. Yo, acı olmur. Kələm vurma, yo, jalapeno. Jalapeno nədir? Az. Biber turşusudur, özlərindən fason verib adını qoyublar bu jalapeno. Belə də bacı, belə biber turşusu. Doğranmış biber turşusu. Adını qoyublar jalapeno. Da biber turşusu deyim nənə. Düz demirəm sən Allah. Ayda qızlar, bax eləyin dadın deyə. Mənim üstə yazın ha. Göy olmaz. Ayda bacı, necə gözəldir. Çok güzel. Azız biber. Ama çok acı değil. Sabina Tarot geldi benim ürəyim çönlümün efendisi. Çok tatlı olur. Tuna salatı. Ahırda mayonez yiyoruz. Çok böyle bir şeyler. Yine çöçələcəksən. Heç nə olmaz. Qoç. Gördüyüm qoçdur. Ay Allah, heç müalicə eləmə, ay Allah, sənə qurbanım. Mənə də bir dənə nə olar, normal insan getir də. 45-55 yaş arası olsun, boyu da 1.75 olsun, kilosu da 120 kilo olsun, səhər aşağı salmışam. Çoxlu pul olsun ki, mən ac qalmayayım. Amin yazın da qızlar. Yazıblar ki, yeni başda az. Mən hər yemək yeyəndə doy eləyirəm. Hər yemək yeyəndə doy eləyirəm mən. İnanmırlar. Bilirsiniz onu. Yemək yeyəndə doy eləyəndə 120 kilo olsun. Kaşe olsun az kızlar. Bunda reseptini dedim de size düz deyip bunda reseptini dedim. Ay Allah, bu vapşa güzel diye bak. Bu da vapşa. Ay Allah, bu vapşa. Ay Allah, verdiğin nimetlere kurban ol. Müzik güzel taktı da. Allah. Ay kız, yok tutma değil. Tuna balığın resepti. Ha, bacım. Deməli jalapeno biberi, qarğıdalı, üstündən bir dənə turşu xiyar, sonra iceberg, tuna balığı, duz, istiot, mayonez. Çox dadlı olur, çox dadlı. Sizin evdə ən çox nə yeyilir bacı, nə içilir? Hə, bizdə ən çox sok. Sok, süt. Oğlum süt, kızım sok.
özümdə sok. Sizdə ən çox nədir? Doğru. Yazaram bacı. Çok tatlı da. Ay kız ne kadar yedim. Kız cevap verdi. Ne diyorsun bacı? Biberin içinde ne var? Biberin içinde xiyar, pomidor, çeşniş, şüt, reyhan, nane, soğan, sarımsak. Bir de şor. Biber baha olur. Bilmem ki. Aşkım Allah haqqı bilmirəm. 6 dənə aldım. Heç üstünə baxmadım neçə manatda. Bilməm Allah haqqı. Ay Allah, kızım demişti ki mən. Kızımın için sarımsak koymamışım kızımın içine. Bunu da kaşan koyuyorum. 1 manat 50 qəpikdir. 1 manat 50 qəpik. Hə, bilmirəm aşkım. Mağazadan aldım ben. Ay Allah sana kurban olum. Ben yedim doydum. Sen de acılar doydur. Amin inşallah. Dedim masalkamı soğuya. Dedim görün masalkam var. Sende varmış. Geldim süt reseptin demek. Gözlüğün geldim. Gözlüğün geldim resept demeye başladım.
Yedim elə bil. Yemək yedim aşkım. 3 stəkan. Deməli 2 dənə füyüstü içmişəm. 2 dənə füyüstüdən sonra 1 stəkan çay içmişəm, 2 stəkan kola içmişəm. Ondan sonra tuna balığı yemişəm, ondan sonra biber yemişəm. Köpdüm Allah qı. Es geyinirsən, es haqqım, es geyinim, 36 bədən. Allah haqqı. Çıx hava ol, yürüyüş elə, çıxaq da nə olar kama, gəl mənə götür gedək də. Yox aşkım, burada belə görsənirəm aşkım. Bilmirəm necə görsənirəm, bəlkə də kök görsənirəm. Halaldır qızım. Es geyinirsən ki, Allah, qız geyinirəm. Dəli, yalan borcum var sənə, bacı. Gəlib görə bilərsən də gün ildə. Burada kök görsənirəm, aşkım, kök deyiləm mən, aşkım. Mən canlı görənlər var burada. Məni canlı görənlər var burada. Bədənə xırdadır, Qamay xanım, mən. Necəyəm, kökəm, arğam? Öpürəm sizi. Bir damcı şeydir. Yox, mən abdo etməmişəm. Filtrlə gəzirəm axı küçədə. Küçədə də üzümə effekt qoyub gəzirəm. Həm də hündürsən. Can aşkım. Arıqdır. Deyir ki, şeysiz, effektsiz görə biləcəyik. Can. Ay qız, hay can Həci. Xoş gəlmişsən, ay Həci. Necəsən, ay Həci? Kameradan iş göstədir, Mən zehin və bədənlər necədir vəziyyət vüsü? Darıxıram sənsiz, ay Həci, Allah haqqı. Yerin elə görsənir, elə gözəl şeylər gətirib, nədir onun adı? Ay Allah, adı yadımdan çıxır. Teymur müəllim elə gözəl şeylər gətirib, İnşallah gələrəm aşkım. Doğruda mən çox yedim. Çox yedim bacı. Salih xanım, qara donu hardan almışsınız deyin də ürəyim rahatlasın. Şeydən bacı, New York'dan 50 manata, bilirəm, baxıram. Çox gözəl şeylər gətirib, özü ucuz, 35 manata. Dur gedək yürüyüş eləyək. Lasin var bacı. Lasin də var, 10 manata da var, 20 manata da var. İçi tüklü olanlar 20-yədir, nazik olanlar 10. Sən gəl Ağşəhərə. Ay Allah, mən gəlim Ağşəhərə, sarımsağı iyi verə. Durum gəlmə, onda dişimi yuyum. Gəzəcəyik, qəşək. Gəzəcəyiksə durum gəlim. Mənim Sabina Tarotum, ürəyim, gözəl bacım burada. Evimdə oturmuşam, dedim orada pulum çıxsın. Özdə yemişəm, içmişəm. Nəyə ki, harada yeyim oturum? Sokumu da içmişəm, çayımı da içmişəm. Ondan sonra salatımı da yemişəm. Eyni şey yazdı, hesabıma toxudum. Aşkım, qoşum səni, danışaq, biraz söhbət eləyək. Nə pul xərcləyəcəm, gedib? Hayır, ola bilməz. Yox. Düzləmirəm, bacı. Ay qız, elə yox, bə necə? Gedib oturacam, onda nəyə çıxıram, bə deyirsən, çıx yürüyüş elə. Az yox, az, benzinim gedəcək, buradan ora sürəcəm, benzinim də gedəcək. Gedəcəm orada da oturacam, nə fərq var, evdə oturum, balkonu açım, çölə baxım, hava dəyirdi onun üstə. Sabah inşallah, tamam aşkım onda.